Axirət həyatının özəlliyi bundan ibarətdir ki, orada kənarda olan şeylər bizim içimizlə əlaqəlidir. Burada kənar aləm bizim daxilimizlə əlaqəli aləm deyil. Bizim içimizdə olan o bağın kənarda olan cilvəsi cənnətdir. Biz daxilimizdə olan bağın bağbanıyıq. O fəzilətləri çiçəkləndirmək vəzifəsi daşıyırıq. Orada kənarda olanların hamısının kökü istədi. İç elə bil çölə çıxır. Bax belə bir aləmdir o aləm. Buranın özəlliyi bundan ibarətdir. Biz bənnalıq eləyirik bu dünyada. Oradakı mənzilimizi tikməklə məşğuluq və hər an oradakı vəziyyətimizə təsir qoyuruq. Biz cənnət evimizin memarıyıq dünyadakı. Burada biz evimizi yerini müəyyən eləyirik. Nə boyda ərazimiz olacaq, onu müəyyən eləyirik. Kimə qonşu olacaq, onu təyin eləməliyik. Adam var, istəyir İmam Hüseyn əleyhissalamdan qonşu olsun. Adam deyir, qapısından girsən bəsimdir. Hamısını özümüz müəyyən eləyirik.